əziz müəllimlər. Mən bugün sizə fizika qrupumuzda paylaşdığım sualların izahını verəcəm. Düşünürəm ki, bu suallar çox maraqlı suallardır. Gəlin keçək sualların izahına. Deməli, bizə deyilir ki, sürtünmənin olmadığı bir sistemdə 30 metr böl saniyə sürəti ilə yuxarı atılan bir cisim şəkildəki xətti izləyərək yerə 40 metr böl saniyə sürətlə dəyir. Buna görə H1 və H2 hündürlüklərinin nisbəti neçədir? Deməli, əziz müəllimlər, biz bilirik ki, şaquli yuxarı atılan cisimlər başlanğıc bir V0 sürəti ilə atılır və müəyyən bir nöqtədə həmin cisimlərin sürəti 0 olur. Sürət 0 olduqda, deyək ki, müəyyən bir nöqtədə, yəni bu bir nöqtədə onun sürəti oldu 0. Sürət 0 olana qədər bu cisim, baxın, bu qədər yol qət eləyir. Sonra təkrar o cisim orada qalmır ki, həmin cisim artıq oradan başlayır şaquli aşağı doğru hərəkət eləməyə. Hərəkət etdikdə isə həmin cisim artıq elə bilin ki, sərbəst düşmə hərəkəti edir. Yəni artıq bu nöqtədə onun sürəti olur 0 və olur 0. 0 sürətindən sonra artıq o cisim yerə doğru sərbəst düşmə hərəkəti icra edir. Deməli, bu cisim həm bu istiqamətdə hərəkət edir, sonra təkrar yenə qayıdır öz əvvəlki hansı nöqtədən atılmışdısa həmin nöqtəyə. Həmin nöqtədə də həmin cismin sürəti təkrar atıldığı sürət nə qədərdirsə, o qədər olur. Deməli, 30 metr böl saniyə sürətinlə, baxın, bu xəttin üzərində, yəni atıldığı yerdə yenə eyni sürətə malik olur. Deməli, bu cisim həm yuxarı qalxır, yuxarı qalxdıqdan sonra isə, indi biz baxaq görək, nə qədər qalxır yuxarı. Qalxdıqdan sonra təkrar həmin atıldığı yerə qayıdır və təkrarən yenə o istiqamətdə də aşağı hərəkət edir. Deməli, biz bilirik ki, şaquli yuxarı atılan cisimlərin qalxma zamanını tapa bilərik. Hansı düsturdur? V0 bölünsün J düsturundan. Deməli, burada alırıq ki, V0 bizə verilib 30 metr böl saniyə, J də 10'dur. Deməli, 3 saniyədir. 3 saniyə ərzində deməli bu cisim qalxır və 3 saniyə ərzində də yenə atıldığı yerə qayıdır. Onda deməli bu cisim 3 saniyə qalxmışdı, 3 saniyədə də düşür atıldığı yerə. Təkrar oradan da yenə yerə doğru hərəkət edir. İndi mən tapmaq istəyirəm ki, bu cisim 3 saniyə ərzində nə qədər hündürlüyə qalxıb? H hündürlüyü necədir? Mən bunu iki düsturdan tapa bilərəm. H bərabərdir V0 kvadratı bölünsün 2J-dən və H bərabərdir JT kvadratı bölünsün 2-dən. Gəlin bu ikinci düsturda qiymətləri yazaq yerinə hesablayaq. 10 vurulsun, T-ni biz tapdıq 3 saniyə, deməli 9 bölünsün 2 bərabərdir 45 metr. Deməli 45 metr hündürlüyə qalxır və təkrar o həmin hündürlüyü də enir. Yenə təkrar 45 metr hündürlüyü də atıldığı yerə, atıldığı nöqtəyə qayıdır. Sonra cisim bu istiqamətdə hərəkət eləyir. Gəlir yerə 40 metr böl saniyə sürəti ilə dəyir. Deməli, bu istiqamətdə onun, daha doğrusu bu atıldığı istiqamətdə sürəti nə qədər idi? 30 və yerə də dəyir 40 metr böl saniyə sürətindən. Mən bu H-ı tapa bilərəm burada. Necə taparam? Taparam H bərabərdir V kvadratı çıxılsın V0 kvadratı bölünsün 2J. Bu düstura əsasən də tapa bilərəm. Və praktik olaraq mən bilirəm ki, sərbəst düşən cismin 30 metr böl saniyə sürəti və 40 metr böl saniyə sürəti ilə əgər yerə dəyirsə, bu arada keçən zaman müddəti 1 saniyədir. Deməli, 1 saniyə ərzində də artıq bu sərbəst düşmə hərəkəti icra eləyir axı. Sərbəst düşmə hərəkəti icra eləyirsə, 30-40 metr böl saniyə sürəti ilə buradakı hündürlük həmin bunların elə bil ki, o sürətləri toplayırıq, yarıya bölürük, ədəd ortası kimi. 30-un üstə gələk 40, 70, 70-i də 2-yə bölsək edir 35 metr. Deməli, bu hissədə də 35 metr yol gedir. Bu sadə şəkildə tapılma üsuludur. Amma düsturla da onu biz yaza bilərik. Yerə dəyib 40 metr böl saniyə sürəti ilə onun 40 metrin kvadratı, metr böl saniyə sürətin kvadratı 1600 çıxaq.
30'un kvadratı edir 900. Bölünsün 2 vurulsun 10. Buradan da alırıq ki 1600'dən 900 çıxanda 700. 700'ü də bölürük 20'yə. Alırıq ki 35 metr. Gördünüz, həqiqətən də 35 metr tapdıq. Bir də düsturla onu hesablamağa məncə ehtiyac yoxdur. Artıq bu hissəyə alışdıqca o məsələnin o hissələrini şifahi olaraq da həll etmək olar. İndi bizdən soruşur ki, H1-in H2-yə olan nisbətini tap. H1-i biz nə qədər tapdıq? H1-i tapdıq 45 metr, H2-ni də tapdıq 35 metr. Bunların nisbəti 5'ə ixtisar eləsək, alırıq 7'də 9. Deməli, cavab olur D variantı. Keçək növbəti bir maraqlı sualın izahına. Deməli, iki cisim şəkildəki xətlərdən bir-birinə doğru eyni istiqamətdə, daha doğrusu bir-birinə əks istiqamətdə hərəkət edirlər. Bizdən soruşur ki, sürtünmələrin olmadığına görə cisimlər yerdən neçə metr yüksəklikdə görüşərlər, yəni qarşılaşarlar. Gəlin biz fərz eləyək ki, bu cisimlər deyək ki, bir nöqtədə görüşüblər. Hansısa bu bir olsun bir deyək X nöqtəsi və yaxud Y nöqtəsi. Deməli, bu cisim bura qədər, bunlar daha doğrusu bu nöqtədə görüşəndə X cismi bu qədər yol gedir. Y cismi də baxın bu qədər yol gedir. Buna gəlin deyin bir S1, buna da deyin bir S2. Bunların getdikləri yolların cəmi elə baxın bu 120 metrə bərabərdir. Gəlin bunların hər ikisinin hərəkət tənliyini yazaq. Yazaq məsələn X cismi üçün SX bərabərdir nəyə? Deməli bu hərəkət edir necə? Hərəkət eləyir, deməli yuxarıdan şaquli aşağı doğru hərəkətdir, yeyinləşən hərəkətdir. Onda deməli onun getdiyi yol V0T üstə gələk AT yazmayaq, JT kvadratı bölünsün 2. Bu şəkildədir. İkinci cisim isə artıq şaquli yuxarı atıldığı üçün bu yavaşlayan hərəkət eləyəcək. Gəlin onun üçün də yavaşlayan hərəkətin tənliyini yazaq, yol düsturunu. Deməli V0T əslində bu V0XT olmalıdır. Bu da V0YT. Çıxaq JT kvadratı bölünsün 2. İndi bu gedilən yolların cəmi bizə verməlidir 120 metri. Yazağın, gəlin tənlikləri qoyaq yerinə, hesablayaq. V0 X-in sürəti nə qədərdir? 30 metr böl saniyə. Y-in də sürəti ilə 30 metr böl saniyədir. Ona görə biz yazırıq 30T üstə gələk JT kvadratı bölünsün 2. Üstə gələk yenə 30T çıxaq JT kvadratı bölünsün 2. Bərabərdir 120 metrə. İndi buradan bu JT kvadratı bölək 2'lər ixtisar getdi. Aldıq biz 60T bərabərdir 120'yə. T də bərabərdir buradan 2 saniyə. Deməli bu cisimlər 2 saniyədə görüşürlər. İndi 2 saniyədə görüşüblərsə, görək yerdən hansı hündürlükdə görüşüblər. Ona görə baxın bu Y cismi üçün bir dənə Y cisminin tənliyində gətirib qiyməti yerinə qoysaq zamanı taparıq ki, görək hansı hündürlükdə görüşdülər. Gəlin yazaq burada yerinə. Deməli, SY bərabərdir 30T çıxaq elə belə yazaq 5T kvadratı bərabərdir 30 vuraq 2 çıxaq 5 vuraq 4 bərabərdir, zamanı qoyduq yerinə, hesablayırıq 60'dan da 20 çıxanda edir 40 metr. Deməli bu cisimlər yerdən 40 metr hündürlükdə görüşüblər. Cavab olur B variantı. Keçək növbəti sualın izahına. Bu sualda çox maraqlı sualdır. Deməli, bizə deyilir ki, sualda yuxarı doğru sabit 30 metr böl saniyə sürəti ilə yüksələn bir balondan bir cisim balona görə, baxın balona görə
20 metr böl saniyə sürəti ilə hərəkət eləyir, aşağıya doğru atılır və 5 saniyə sonra yerə düşür. Deyir, sürtünmənin olmadığına görə atıldığı, yəni cismin atıldığı yerdən yüksəkliyi neçə metrdir? Deməli, müəllimlər, biz bilirik ki, məsələn, biz burada sürəti, bizə atılan cismin sürəti balona nəzərən verilib. Amma biz yerə nəzərən sürət tapmalıyıq. Yerə nəzərən sürət tapılanda ümumiyyətlə balon məsələlərində, şar məsələlərində, elə bilin ki, eskalator məsələsində, çay məsələsində biz yerə nəzərən sürəti necə tapırdıqsa, burada da həmin qayda ilə tapırıq. Məsələn, deyək ki, indi bizə 30 metr böl saniyə sürəti ilə balon yuxarı qalxır. Balondan da 20 metr böl saniyə sürəti ilə bir cisim aşağıya doğru hərəkət eləyir. İndi gəlin biz nisbi sürəti tapaq. Sürətlər əks istiqamətə deməli hərəkət eləyirsə, nisbi sürəti tapanda yenə dedik, eskalator məsələsində, çay məsələsində əks istiqamətə olanda necə tapırdıq nisbi sürəti? Yazırdıq V nisbi bərabərdir. İndi biz burada 30-dan çıxmalıyıq 20-ni. Edir 10 metr böl saniyə sürəti. Deməli, bu cisim 10 metr böl saniyə sürəti ilə yuxarıya doğru atılıb. Niyə? Çünki hansının sürətin ədədi qiyməti böyükdürsə o istiqamətə. Deməli, bu cisim onda 10 metr böl saniyə sürəti ilə qalxacaq, sonra təkrar gəlib yerə dəyəcək. Baxın, bu istiqamətdir, belə. Bu şəkildə. İndi deməli bu cisim 10 metr böl saniyə sürəti ilə yuxarı qalxıbsa, onda deməli nə qədər neçə saniyə hərəkətdə yuxarı qalxacaq? 1 saniyə. 1 saniyə yuxarı qalxacaq, 1 saniyədə həmin o başladığı yerə qayıdacaq. Oradan sonra da təkrar hərəkət eləyib gəlib yerə dəyəcək. Və bizə deyir ki, atıldığından 5 saniyə sonra yerə dəyir. Yəni 5 saniyə sonra bu cisim artıq yerə gəlir. Deməli, bu cisim 1 saniyə qalxır, 1 saniyə yenə başladığı yerə gəlir, təkrar bir də 3 saniyədə hərəkətdə olur. Deməli, bu cisim 4 saniyədən sərbəst düşmə hərəkət eləyir. 1 saniyədə də yuxarı qalxır. Deməli, onda cismin yerdən olan hündürlüyünü tapa bilərik. Gəlin tapaq yerdən olan hündürlüyünü. H bərabərdir. JT kvadratı bölünsün 2-dən tapa bilərik. Bu da eləyir 5T kvadratı. 5T kvadratı edir. 5 vurulsun. Nə qədər müddətə gəldi düşdü? Deməli, zaman burada 4 saniyədir. Deməli, 4-ün kvadratı edir 16 və olur 80 metr yüksəklikdən deməli düşmüşdür. Amma bu cisim 1 saniyədə bu istiqamətdə hərəkət eləyib axı. Həmin hündürlük nə qədərdir? Bizdən soruşur, yerdən olan hündürlüyü nə qədərdir? Deməli, biz bu H-ı tapmaq üçün 80 metrdən çıxmalıyıq. Baxın, bu qalxdığı, deyək ki, buna bir X deyək. Həmin bu X hündürlüyünü. Bu X hündürlüyü də 1 saniyə ərzində cisim bilirik ki, 5 metr yol gedir. Ona görə də yazırıq, 80 çıxaq 5-dən. Alırıq ki, 75 metrdir. Onu hardan aldıq? H bərabərdir. Yenə JT kvadratı bölünsün 2-yə əsasən yazırıq 5T kvadratı 1 saniyə ərzində 5 vurulsun 1-dən, deməli 5 metr cisim yol getmişdir. Və bizdən H hündürlüyünü soruşur ki, yerdən olan hündürlük nə qədərdir? Biz də tapdıq ki, 80 çıxaq 5 metrdən elə 75 metrdir. Mən bugün sizə maraqlı suallar izah etdim və bunu sizinlə paylaşıram. Sizə uğurlar arzulayıram. MİQ və sertifikasiyada növbəti dərslərdə görüşərik.